Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala seyyidina ve nebiyyina Muhammed ve ala alihi tayyibin el-tahirin ve la'natullahi ala a'daihim ecma'in minel an ila qiyam yevmeddin. Demək, Allahın köməyi ilə və Əhl-i Beyt əleyhissalamın inayəti ilə başlayırıq Şeyx Səduq rəhmətullahi aleyhin Əl-Etiqadat əsərinə. Və Əl-Etiqadat Şeyx Səduq rəhmətullahi aleyhin ən qiymətli əsərlərindən biridir. Və başlamamışdan əvvəl ilk olaraq biraz şeyx haqqında və bu kitab haqqında az da olsa məlumat verməyə çalışarıq. Şeyx Səduq huvə şeyxul əcəl əl-əqdəm Əbu Cəfər Muhammed ibn Ali ibn Hüseyn ibn Musa ibn Babavey əl-Qummi və yu'raf bis-Səduq. Ki bu şeyxin adıdır ki, adı Muhammeddir, Əbu Cəfər künyəsidir və oxuyanda görəcəksiniz ki, hər bir şey başlayanda Qalə Əbu Cəfərdən başlayır. Əbu Cəfər onun künyəsidir və adı Muhammeddir. Və Şeyx Səduq rəhmətullahi aleyh özü həmən Kütub-ı Ərbəə ki, 4 dənə həmin kitabdır. Həmin o 4 dənə kitabın müəlliflərindən biridir. Çünki o 4 dənə kitabı 3 nəfər yazıb. Şeyx Kuleyni rəhmətullahi aleyh və Şeyx Səduq rəhmətullahi aleyh və Şeyx Tusi rəhmətullahi aleyh. Və üçünün də adı Muhammeddir. Ona Muhammedunə thəlath deyirlər. Yəni 3 dənə Muhammed. Və Şeyx Səduq rəhmətullahi aleyh özü əqdəm şeyxlərdəndir. Yəni ən qədim alimlərimizdən sayılır və ən böyük alimlərimizdən sayılır. Və olduğu ailə də İbn-i Babavay ailəsi də çox böyük bir ailə olub və Qumda, ki həmin zamanda Qumda hədis mərkəzlərindən biri idi, mühəddislərin başında gələnlərdən idi. Həmən Şeyx Səduq rəhmətullahi aleyhin atası və onun ailəsi. Və atasının adı Ali ibn Hüseyn ibn Musa ibn Babavayhdir. Yəni bu ikisinə bəzən İbn-i Babavayhan və yaxud da Səduqan da deyirlər. Yəni ata ilə oğula deyirlər. Atanın adı yadınıza saxlayın ki, Əlidir. Yəni Ali ibn Hüseyn ibn Musa ibn Babavayh gəlsə və yaxud da Ali ibn Hüseyn ibn Babavayh bəzən Musanı da yazmırlar. İbn Babavayh və Ali ibn Babavayh gəlir. Bilin ki, bu Şeyx Səduq rəhmətullahi aleyhin atasıdır. Amma Muhammed gəlsə Muhammed ibn Ali, Muhammed ibn Babavayh, bundan məqsəd Şeyx Səduq rəhmətullahi aleyhin özüdür. Ali ibn Hüseyn ibn Musa ibn Babavayhin, yəni Şeyx Səduqun atasının övladı olmurdu, yəni tarixi nəzər salanda onun həyatı haqqında onun övladı olmurdu. Və bir gün Ali ibn Hüseyn ibn Musa ibn Babavayh, yəni Şeyx Səduq rəhmətullahi aleyhin atası getdi İraqa. İraqa səfər eləyəndə orada Hüseyn ibn Ruhla görüşür. Hüseyn ibn Ruh kimdir? İnsanızın abidir. Üçüncü naibdir. Hüseyn ibn Ruh rəhmətullahi aleyh üçüncü naibdir. Və Bağdada gedəndə o ilə görüşürsün ki, həmin zamanda elə bil imamın bu xas naibi idi. Hamı bilirdi ki, imam buna xəbər göndərir və buna nəsə yazırdılar və imama çatdırırdı. Və əgər imama bu cür nə xəbər çatdırılsa, hardansa alimlər gedəndə bu alimlər özləri də nə edirdilər? Həmin bu şəxslə görüşürdülər. Və bununla görüşəndə, yəni elə ki, qayıtmaq istəyirdi, Hüseyn ibn Ruha bir dənə məktub yazdı verdi. Və istədi ki, bunu İmam Zaman ağaya çatdırsın. Çünki İmam Zaman ağaya sözü olanlar xas naiblərə həmin bu məktubu çatdırırdı. Və orada İmam Zamandan istədiyi şeylərdən biri nə idi? İstədiyi şeylərdən biri bundan ibarət idi ki, imam onun üçün dua eləsin ki, Allah ona övlad nəsib eləsin və ona zürriyə versin. Və bundan neçə gün sonra bir xəbər gəlir imamdan və xəbərin də məzmunu bu olur ki, bir dənə Deyləmi cariyə olacaq, yəni deyir ki, hal-hazırda olan yoldaşından övladın olmayacaq, amma Deyləmi bir dənə cariyə olacaq, həmin o cariyədən sənə 2 dənə fəqih, görün fəqih, yəni nə demək, yəni fəqih, yəni müctəhid indi demirik, ona fəqih deyirik. Bir var ki, insana fəqih deyə biri və yaxud da böyük bir müctəhid mərcə, məsələn, deyək, Seyyid Xoyi rəhmətullahi aleyh kimi üçüncə deyir ki, bu fəqihdir. Bunu deyirlər filan ki, buna Seyyid Xoyi fəqih deyib.
Düzdür? Bir də var ki, İmam Zaman ağa kiməsə fəqihdirsən. Deyir, 2 dənə övladın olacaq, bunlar bərəkətli olacaq və xeyirli olacaq və fəqih olacaqlar və yənfəullahu bih və Allah onun vasitəsilə nə edəcək? İnsanlar ondan mənfəət götürəcək, onun vasitəsində fayda verəcək. Və bunu nə qədər alimlərimiz qeyd edib, yəni bir dənə alimin qeyd eləməyi ilə də, məsələn, Şeyx Nəcaşi öz ricalında bu hadisəni yazır, amma ondan sonra deyir ki, İmam Zamandan belə bir məktub gəldi ki, قَدْ دَعَوْنَ اللّٰهِ لَكْ بِذَٰلِكِ Biz Allahdan sənin barəndə bunu istədik, yəni istədik ki, sənə övlad nəsib eləsin. وَسَتُرْزَقْ وَلَدَيْنِ ذَكَرَيْنِ خَيَّرَيْنِ Ən xeyirli 2 dənə övlad sənə ruzu olunacaq. Və bunu deyəndən sonra deyir ki, və daim Əbu Abdullah Hüseyin ibn Abdullah deyir ki, Əba Cəfər, yəni Şeyx Səduqun özü daim bunu iftixar eləyərdi. Həmçə deyərdi ki, Ənə vulidtu bi dəvəti sahibəl əmr aleyhisselam. Ki, bunu Rizalu Nəcaşidə qeyd edir. Şeyx Səduq rəhmətullah aleyh də bunu öz Əl-Qeybə əsərində yazır. Əl-Qeybə əsərində Şeyx Səduq rəhmətullah aleyhin dua ilə doğulduğu haqqında deyir və deyir ki, Şeyx Səduqun atası getdi, həmən Hüseyin ibn Ruhla görüşdü və ondan bu şey istədi və qalə fəsəəltuhu fəənhə zal deyir ki, ən yəd'ullaha ən yərzuqahu vələdən zəkərən deyir ki, ondan istədi ki, Hüseyin ibn Ruhdan istədi ki, İmam Zamandan istəsin ki, o Allaha dua eləsin ki, ona bir dənə pak övlad versin. Deyir, o da dedi ki, mən istəmişəm, amma ondan qadağan et. Thumma əxbərəni bə'də zalik bi thalathati ayyam. Birinci deyir ki, mən istəmişəm, ola bilər bundan əvvəldə demişdi. Buradan belə məlum olur. Ya bundan əvvəl demişdi, ya ümumiyyətlə Hüseyin ibn Ruhun öz ürəyinə gəlib dua eləyib ki, yəni istəyib ki, İmam Zamandan ki, bəs bu Şeyx Səduq əvvələ, yəni Şeyx Səduqun atasını üçün dua eləsin, amma deyir ki, mən bunu dedim, imam məndən bunu qadağan elədi mənə. Dedim, amma deyir, bundan 3 gün sonra dedi ki, قَدْ دَعَى لِعَلِيِّ بْنَ الْحُسَيْنِ رَحِمَهُ اللّٰهِ Ali ibn Hüseyin üçün dua elədi. فَإِنَّهُ سَيُولَدْ لَهُ وَلَدٌ مُبَارَكْ يَنْفَعُ اللّٰهُ بِهِ وَبَعْدَهُ أَوْلَادٍ Ki, ona elə övlad verəcək ki, Allah onun vasitəsilə mənfəət verəcək başqalarına və onun övladları da olacaq. Bundan sonra nəql eləyir yenə də yəni başqa bir məclisdə olan hadisəni deyir və qalə Əbu Cəfər Muhammed ibn Aliyyil Əsvad və səəltuhu fi əmri nəfsi ən yəd'u li ən urziqə vələdən zəkərən fələm yücibni iləyh və qalə li leysə ilə hadə səbil. Deyir, mən özüm üçün də istədim, bu Əbu Cəfər Muhammed ibn Aliyyil Əsvad deyir ki, mən özüm üçün də istədim ki, İmam Zaman mən üçün dua eləsin, amma mənə dedi ki, yox, sənin üçün bu iş olmayacaq. Qalə fəvulidə li Aliyyə ibn Hüseyin tilkə sənə Muhammed ibn Ali və bə'dəhu əvlad. Həmin bu ildə Muhammed ibn Ali, yəni İmam Zaman dua elədiyi ildə Muhammed ibn Ali dünyaya gəldi. Muhammed ibn Ali kimdir? Yəni Şeyx Səduq rəhmətullahi və başqa övladlar da dünyaya gəldi. Və ləm yulədli və həmin bu şəxs deyir ki, Əbu Cəfər Muhammed ibn Ali Əsvad deyir ki, mən üçün övlad olmadı. Yəni nə cür İmam Zaman xəbər vermişdi o cürünə. Qalə Əbu Cəfər ibn Babaveyh وكان أبو جعفر محمد بن علي الأسود كثيرا ما يقول لي Şeyx Səduq rəhmətullahi aleyh deyir ki, Əbu Cəfər Muhammed ibn Ali el-Əsvəd mənə həmişə deyərdi, yəni müxtəlif məclislərdə məni görəndə mənim deyir, həmən o kitablara olan marağımı, onu hifz eləməyimi görəndə həmçə mənə deyir, leysə bi'əcəbin ən təkunə ləkə hādihir rəqb fil ilim. Deyərdi ki, sənin bu elmə bu qədər marağın olmağı, bu qədər kitaba marağın olmağı təəccüblü deyil. Niyə? Və əntə vuliddə bi dua ilə imam. Çünki sən imamın duası ilə dünyaya gəlmişsən. Və həmçinin İbn-i Nuhdan nəql edir, yenə də Şeyx Tusi rəhmətullahi. Yəni, balaca alimlərimiz bunu nəql eləmir. Bunu niyə oxuyuram əvvəlcədən? Yəni, əvvəldən bilək ki, birinci böyük alimlərimizi tanımalıyıq və bilməliyik ki, bunlar kim olublar və kimin əsərini oxuyuruq. İbn-i Nuhdan nəql edir, deyir ki, Əbu Abdullah Hüseyin ibn Surətil Qummi mənə nəql elədi həcdən qaydanda, dedi, Ali ibn Həsən ibn Yusuf Saiqil Qummi mənə dedi. Bunlar hamısı Qum alimlər olub, ha?
bir qummidir və qum məktəbi də həmin zamanda hədislə məşhur idi və həmin zamanda adət idi kim zəiflərdən hədis nəql edərdisə, kim məchul və mürsəl hədis nəql edirsə, onu qumdan çıxardırdılar bayra. Yox, tezdə Nəcaşi yox. Nəcaşinin hətta ustadı. Şeyx Səduqun ustadı. Bildin, bunların ustadı çıxardırdı. Həmin o qummilər Əhməd ibn Muhammed ibn İsa Əl-Əşəri Əl-Qummi. Məsələn, onlardan biri idi ki, bu Əhməd ibn Muhammed ibn Bərqini, yəni kimi, yəni İbn Xalid Əl-Bərqi olan, yəni Məhasin kitabının müəllifini çıxartmışdı. Sonradan peşman oldu. Sonradan niyə orada da çıxartmağına səbəb bu deyildi, elə belə ürək istəyirdi. Yox, bir şübhə düşmüşdü ürəyinə ki, bəlkə bu da o zəif hədis nəql eləyənlərdir, bəlkə bu da qulub dəhlindəndir. Buna bir şübhə düşmüşdü, ona görə bunu çıxardır, sonradan görür ki, yox, səhv eləyib, bunu təzədən hörmətlə quma qaytarır və sonradan onun cənazəsində ayaqyalın və əmmaməsiz olaraq gedir ki, və bütün cəmaata ondan üzrxahlıq edir cəmaatın önündə. Bu, həmin o qummilərin nəql elədiyidir ki, bir burada deyir ki, bu Saiq Qummi də Muhammed ibn Əhməd ibn Muhammed Seyrəfidən, Əl-Məruf bi İbn Dəllaldan və başqa məşayixdən nəql edir. Yəni, Qum özə və qeyruhumə min məşayixə Əhl-i Qum, Əhl-i Qumun məşayixindən nəql edir. Ənə Aliyyə ibn, yəni bunlar elə bir şəxsdir ki, bunlar yalan şeyi görmürdülər, bildin, yalan danışan çıxardırdılar. Bunlardan nəql olunmuş Şeyx Səduqun dünyaya gəlməsi. Ənə Aliyyə ibn Hüseyn ibn Musa ibn Babaveyh kana təhtahu binti əmmihi Muhammed ibn Musa ibn Babaveyh. Deyir, onun nəzarətində kim idi? Əmisi qızının, Muhammed ibn Musa ibn Babaveyh ki, bunun əmisi idi, onun qızına bu baxırdı. Yəni, baxırdı necə? Yəni, onun yoldaşı idi də. Fələm yurzaq min havələdən və ona heç bir övladı yox idi ondan. Fəkətəbə ilə Şeyx Əbil-Qasım Hüseyn ibn Ruh. Hüseyn ibn Ruha, yəni imamın naibinə, İmam Zaman ağanın xas naibi olan Hüseyn ibn Ruha yazdı. Ən yəsələl hadra, ən yəd'uvallaha, ən yərzuqaha, qəhu əvladən fuqaha. Ki, İmam Zamandan istəsin ki, Həzrət deyəndə hadra, yəni həmin onun müqəddəs nahiyəsindən istəsin ki, İmam Zaman ağadan istəsin ki, o da Allaha dua eləsin ki, buna övlad nəsib olsun. Əvladən fuqaha, özə nəcür övlad? Adı yox, fəqih övlad. Fəcəəl cavab. İmam Zaman ağadan cavab gəldi. İnnəkə la turzaq min hadihi. Sənin bu yoldaşına, yəni əmin qızından sənin övladın olmayacaq. Və sətəmlük cariyətən deyləmiyyə. Bir dənə deyləmidən olan bir dənə cariyə olacaq. Və turzaq minhə vələdeyni fəqiheyn. İki dənə vələdin, iki dənə oğlun olacaq. İkisi də fəqih olacaq. Əbul-Həsən İbn Babaveyh haqqında deyir ki, tələfətə övlad, onun 3 dənə övladı vardı. Muhammed vəl-Hüseyn fəqihan, mahiran fil-hifz. Bundan sonra nəql edirlər. Şeyx Səduq əvvəli, yəni Şeyx Səduqun atasının övladları haqqında deyir ki, Şeyx Səduqun övladlarından danışanda deyir, bir Muhammed övladı vardı, bir də Hüseyn vardı ki, bunlar ikisi də fəqih idi və mahir idilər. Nədə? Fil-hifz. Hifzdə və yəhfəzan ma la yəhfəz qeyruhuma min əhli qum və digər əhli qumun hifz eləyə bilmədiklərini bula hifz eləyə bilirdi. Niyə? İmam Zamanın bərəkətidir, İmam Zamanın duası ilə. Və ləhuma əxun ismuhul Həsən. Bunların bir dənə qardaşı da var, adı Həsəndir. Və huvəl avsat, o da belə ortadır. Yəni, o qədər böyük fəqihdir. Müştəqilun bil ibadə və zuhd. İbadətlə məşğuldur, zöhdlə məşğuldur. La yəxtəlit bin nəs və la fiqhələ. İnsanlara qarışmır və onun elə də böyük bir fəqihliyi yoxdur. Kimi üçün dedi? Üçüncü qardaş üçün. Niyə? İmam Zamanın duasında demişdi 2 dənə. Yox, demir duasızdır. Sadəcə imam demişdi ki, sənin 2 dənə fəqih övladın olacaq. Yəni 2 qardaşın ikisinin də fəqihliyinə İmam Zaman ağa şəhadət verir. Bu, bunun məqamıdır. Və Şeyx Səduq rəhmətullahi aleyh təbii ki, bundan sonra yəni bu İmam Zamanın duası ilədir, bunun ömründən elə gözlənilir ki, bu qədər kitab olsun. Və kitablarının sayı haqqında demək, kitabları, çoxlu kitabları var. Şeyx Səduq rəhmətullahi aleyhin çoxlu yazdığı kitab var. Sadəcə həmin o kitablar da hamısı gəlib bizə çatmayıb təbii ki. Və sadəcə bunun bir dənə kitabında özünün bir dənə yazdığı hissəyə baxın, bunu Əl-Fəqihdə yazır. Mən onun yazdığı kitablardan biri və Kutub-ı Ərbədən olan kitablardan biri hansıdır? Mən la yahzuruhul fəqih. Mən la yahzuruhul
fəqih kitabıdır ki, bunu da bir nəfər, bir hörmətli bir şəxs xahiş edir ondan və deyir ki, Ər-Razi adında biri var, deyir onun bir dənə mən la yahzuruhu tabib əsəri var. Yəni bir dənə əsəri var ki, kimin yanında həkim yoxdursa onun üçün yazır. Və ondan xahiş edir ki, sən də belə bir əsər yaz ki, adı olsun, yəni adını demir, amma belə bir əsər olsun ki, yəni burada ehtiyac olmasın, yəni fəqih olmayanda da biz oradan nəsə bir əməl eləyə bilərik. Bir növ risalə. Şeyx Səduq rəhmətullahi aleyh də orada yazır, adını da qoyur həmin o adına. Mən la yahzuruhul fəqih. Mən la yahzurul fəqih nə mənasındadır? Yəni yanında fəqih olmayan şəxsin kitabı. Yəni bu kitab həmin Şeyx Səduq rəhmətullahi aleyh və əvvəlcədən deyir ki, bu kitabda olan mən la yahzurul fəqih kitabında olan həmin o hədislər ki var, onlarla mən fətva verirəm. Allahla mənim aramda olan bir höccətdir bunlar və mən buna fətva verirəm. Ona görə orada nə deyibsə onlar onun fətvasıdır. Bir dənə, bir-iki dənə o ixtilaflı yerdə təbii ki, mütəariz deyirlər də hədislərin, o yerlərdə də təbii ki, onun həlli ilə. Yəni bu Şeyx Səduq rəhmətullahi aleyhin fətva verdiyi bir kitabdır. Həmin o kitabda gəlir, öz kitabları haqqında gör nə deyir. Müqəddiməsində yazır ki, 1-ci cild 3-cü səhifədə bunun kitablarının sayı özü yazır, 245 dənə satır. Özün yazığına baxın, 245 dənə. Yaxşı, bunu nə zaman yazır? Hələ mən la yahzurul fəqih yazanda, mən la yahzurul fəqihi bu qutarıb Hicri 372-ci ildə. Onu qutaranda təbii ki 245 olacaqdı 246 və ondan sonra bu 10 ildə yaşayıb. 10 ildə yaşayıb da təbii ki Şeyx Səduq rəhmətullahi aleyh, yəni bir növ deyək, bizim kimi növ dikələ illərini boş-boşuna sərf eləsin. Təbii ki bu nə qədər də yazır. Amma dediyim kimi nə qədər əsəri gəlib bizə satmıyor. Məsələn, bunun böyük bir dənə təfsir kitabı olub, özü açıq-aşkar nəsədən yerdə deyil. Onu deyəcək, o ayrı. Məsələn, təfsir kitabı olub, təfsir kitabı gəlib bizə satmıyor. Özü deyil, özü təfsirə aid 2 dənə əlavə kitabı olub. Və yaxud da tarixə aid kitabı olub. Müəyyən məsələn hələ bunu oxuyanda görəcəksiniz, neçə dənə yerdə deyir ki, mən bu barədə bir dənə əlavə kitab yazacağam. Bu mövzunun barədə əlavə kitab yazacağam. Filan mövzuda əlavə bir dənə kitab yazacağam. Mövzuları bir-bir əl-etiqadatda işarə eləyəndə deyir ki, mən bu barədə müəyyən kitablar yazacağam. Yəni inşallah bu barədə gələcək. Və yazdığı kitabların nə qədərləri məsəl üçün gəlib çatan kitablar da az deyil. Məsələn, indi hələ zehnimdə olanların bəzən mən la yahzurul fəqih 4 kitabdan biridir. Yəni Şiənin ən əsas 4 kitabından biridir. Və ondan sonra Ət-Təvhid. Təvhid həqiqətən təvhid barədə yazılan əsərlərin içində bir şah əsərlərdəndir. Ki Şeyx Səduq rəhmətullahi aleyh ancaq təvhidə aid orada yazıb və orada onun verdiyi müəyyən şərhlər ki var. Bunu da oxuyanda istər Şeyx Səduq olsun, istər Şeyx Fulani olsun, bəziləri təəssüflər olsun həqiqi mənadakı. Adını kimsə elm əhli qoyur. Gəlir məsələn Şeyx Səduq rəhmətullahi aleyh indi ola bilər, demirik ki, hər nə deyib məsumdur, bunun hər bir fikri qəbul olunmalıdır. Düzdür? Hələ bu ehtimal da var ki, Şeyx Səduq rəhmətullahi aleyhin bir çox dediyi hələ daha doğru olsun, nəinki indiki zamanda deyilən. Sadəcə onun əlində o sırf dəlil olub deyə o sözü deyib. Bu günlər hər hansı alimimiz onun o sözünü qəbul eləmirsə, demir ki, Şeyx Səduq rəhmətullahi aleyh səhv eləyib. Deyir ki, yox, bu Şeyx Səduq ola bilər dəlillərlə sabit olsun. Sabit olduğuna görə hökm eləyib. Amma mənə bu günləri zamanım uzanıb, həmin o dəlillərin bir çoxu itib, bir çox kitablar aradan gedib, həmin onlar getdiyinə görə mənə dəlil olaraq sabit olmayıb deyə mənim cürətim yoxdur hökm eləyim. Yəni bu gün fəqih ki deyir, Şeyx Səduqun nəql elədiyi zəifdir. Zəifdir bu mənada demir ki, yəni Şeyx Səduq nə deyibsə, hə yox bunu qəbul eləmirəm. Yəni necə qəbul eləməm? Yəni yox, bu söz zəifdir, bu sözə heç ağıllı deməz. Nəuzübillah bu mənada deyil. Sadəcə Şeyx Səduq üçün özü əvvəldən deyir ki, bu mənə hüccətdir. Sadəcə alimlərimiz deyir ki, ola bilər ki, onun yanında elə bir qərinələr olub ki, elə bir dəlillər, elə bir nişanələr olub ki, həmin o nişanələr, dəlillərlə bu ona hüccət olub və doğrudan da doğru nəzər odur. Sadəcə bu günləri həmin o nişanələrin çox zidliyinə görə dediyim kimi nə qədər kitablar aradan gedir. Şeyx Səduqun bir dənə Şeyx Səduqun yazdığı nə qədər kitab aradan gedir. Həmin o yazdığı o kitablar aradan gedibsə, bu yazdığı kitablar aradan gedibsə, demək oradakı nişanələr və qərinə, bəlkə məsəl üçün bu barədə ki, hökm eləyib bu hədisinə, bəlkə bunun başqa bir səhih sənədi var, bizə gəlib çatmayıb. Və yaxud da o qədər ravilər var ki, onlar məchuldur deyə, bir gün bizə məlum deyil deyə, biz onlardan söz qəbul eləmirik. Deyirik, zəifdir. Bəlkə onun zamanında onun dəlilləri olub, nə qədər rical kitabları olub ki, itib batıb.
Həqiqətən nə qədər rical mütəqəddimlərin, Şeyx Tusidən əvvəl nə qədər rical yazanlar olub. Şeyx Tusi özü nə deyir? Deyir ki, biz üləmalarımızdan gördük ki, Şeyx Tusi deyir bunu, özündən əvvəldəkilərdən deyir. Özündən əvvəldəkilər kimdir? Qeyri imamın əshabına sıxır da. Deyir, biz onlardan gördük ki, onların elə adəti buydu ki, hədislərin raviləri ilə məşğul olurlar. Yəni, raviləri haqqında kitablar yazarlar. Demək, həmin o kitab, bəs o kitablar hanı? Əlimizə gəlib satmıyor ki. Hələ Kəşşinin yazdığı həmin o rical ki var, Kəşşinin yazdığı öz rical gəlib bizə çatmayıb. Ona da Şeyx Tusi rəhmətullah, Allah rəhmət etsin, ondan İxtiyar Ma'rifatur Rical adlı müəyyən şeyləri getirib yazıb. Şeyx Tusinin kitabı gəlib bizə çatıb. Amma Kəşşinin öz yazdığı kitab da gəlib çatmayıb. Sadəcə bir gün əllərdə olan Ricalul Kəşşi əslində Şeyx Tusi rəhmətullah aleyhin yazdığıdır. Yəni Kəşşinin kitabından götürdüyüdür. Sadəcə Şeyx Tusi rəhmətullah aleyh özü siqə olduğuna görə orada olanların Kəşşindən olduğunu %100 bilirik. Düzdür, amma ondan əlavə də olub, olmayıb? Olub. Kəşşin yazdığı. İndi Şeyx Tusi rəhmətullah aleyh ixtisara görə, ya neysə görə onları nəql eləməyib. Amma onlar da dəlil ola bilərdi. Yəni, bir gün bu söz cahil sözüdür ki, başa düşmür, yəni alimlər ki, zəif deyəndə neyi demək istəyir, mən Şeyx Səduqun sözü ilə hökm eləyəm, bilmərəm deyəndə neyi demək istəyir, bunu başa düşmür deyə gəl söz deyir. Gəlir biri durur, deyir ki, cəhalətindən, deyir ki, Şeyx Səduq kimi olub ki, elə belə ancaq hədis hifz edib, əzbərləyib deyən olub. Şeyx Səduq həmin o şəxs olub ki, İmam Zaman onun haqqında deyib, bu fəqihdir. Sən bunu nə cür gəlib deyirsən ki, bu ancaq hədis nəql eləyən olub. Ya arkadaşlar, İmam Zaman ancaq hədis nəql eləyən, bir də nəql elədiyinə görə hədisi buna deyir fəqih. Yoxsa fəqih deyirsə, həqiqən dinin bütün məlumatları haqqında məlumatı olan şəxs mənasında deyil. Təbii ki, fəqih deyəndə fəqih həmin o təhsil müstəhid mənasında deyilən fiqhi mənada. Qur'an-ı Kərim, İmam Zaman deyəndə Qur'an-ı Kərimdə deyilən fəqihidir. Yəni, liyətəfəqqahu fid-din, dində fəqih olsun, dini, yəni bütünlüyünə bilsin, istər əqidəsi, istər əhkamı, istər əxlaqı. Bunlar barəsində bunun məlumatı olsun və bunu İmam Zaman ağa şəhadət verir. İmam Zaman ağa şəhadət verəndən sonra bir günləri gedib 2-3 il hardasa nəsə kitab əlinə götürən, durub bir günləri bunun əleyhinə söz deyirsə, bu adam demək, məsələni dərk eləməyib. Məsələni dərk eləmədiyinə görə bu sözü də deyir. Əgər məsələni dərk eləsəydi, başa düşsəydi Şeyx Səduq rəhmətullah aleyh, heç olmasa Şeyx Səduqun həyatı haqqında bir dənə kitab oxusaydı, başa düşərdi ki, yox, mən ki bu adam haqqında deyirəm ki, bu hədis ancaq hifz eləyən olub bunu deyib, demək bu adam nədir? Bu adam Şeyx Səduqdan heç məlumatı yoxdur. Yoxsa bilərdi ki, İmam Zaman ağa anasından buna fəqih deyib. Və bunun əsərlərindən biri nədir? Mədinətül İlim. Mədinətül İlim həmin o əsərdir ki, Şeyx Səduq rəhmətullah aleyhin o yazdığı əsərlər ki, deyirəm, təfsir və s. olub, sonra tovhid olub, sonra məsələn xisal olub. Xisal müəyyən bir məqsədlə yazıb. Xisal nə məqsədlə yazıb? Xisal budur ki, ancaq həmin o hədislər ki, ədədlə gələn hədislər. Xisaldan bir dənə baxın. Məsələn, 5 parasında gələn hədislər. 5 dənə nə gəlib? 5 dənə qovum belə olar, 5 dənə qovum onu yazıb. Axırı gəlir neçədə dayanır? 400-də dayanır. Hədis-i ərbəəmiyə deyirlər, məşhurdur, çox qəşəng də bir hədisdir. Düz deyə demirəm 400-ə qədər bütün ədədlər gəlir. Hansı ədədlər ki, o barədə nəsə gəlib, onları yazır. Zubbətul Əhadis. Hə? Hə. Şeyx Abbas qulunun. Düzdür, məsələn, bu onun yazdığı nə olub? Xisal əsəri olub. Xisaldan əvvəl də əlavə kitab Ələ Əmalisi olub. Və yaxud da qısa yazdığı əsərlərdən biri məsələn Əl-Etiqadat, sonra Fədail-i Əşhurus Thəlathə, 3 dənə ayın fəzilətləri, Fədail-i Şiə, Şiənin fəzilətləri və Xəsaisus Şiə, yox, Xəsaisdir. Ya Xəsaisdir, yox, elə Xəsaisus Şiədir adı. Fədail, yox, Sifat-ı Şiə özürsün. Yəni Şiənin sifətləri, düz elə mənası xüsusiyyətdir ya, yəni Şiənin nə sifətləri, nə xüsusiyyətləri var, sadəcə adına görə deyirəm. Düzdür, sonra ad nədir? Bir əsəri var, İxvan adı, yəni axırı bir Məcalis-ül İxvandır, yəni belə bir adı var. Ki, bu əsərlər hamısı Şeyx Səduqun əsərlərdir, onların içində bir dənədir Kəmaluddin. Məsələn, Kəmaluddin əsəri İmam Zaman ağa haqqında yazılan ən gözəl əsərlərdəndir. Nə cür ki, Şeyx Tusidə Əl-Qeybə sayılırsa, Şeyx Səduqda da Kəmaluddin sayılır və orada verdiyi, başqa məsələlər verdiyi rəddiyələrə baxın və o əsəri oxun, görün nədir. Həmən bu Kəmaluddin əsəri olan Şeyx Səduq üçün alimlər nə deyir? Mədinətül Elmi görənlər deyir ki, Mədinətül Elm kimi bir kitab yazmayıb. Və hətta deyirlər ki, Mən la yahzul fəqihdən də böyükdir. Bu barədə yəni müəyyən o yazılan sözləri var. Adədən Yəni Mədinətül Elm var da. Ya onu Mədinətül Elm var yəni. Mədinətül Elm kitabı olub, yox, gəlib çatmayıb. Bir dənə axır vaxtlar məndə var.
Nəcəfdə almışam onu. Bir balacadır, Mədinətül Elmdən gəlib çatmış bizə hədislər. Çox azdır. Yəni içində bilmirəm, bəlkə də 20 dənə, 30 dənə hədis olar olmaz. Yəni çoxa da gəlib çatmır. Amma halbuki bu kitab özü Mən la yahzurul faqih ki özü 4 cildi, deyirlər bundan da böyük olub bu əsər. Və həmin o əsər haqqında Əllamə Məclisi özü ayrıca böyük bir pul ayırır. Ki kim bunu tapsa ona bu pulu verirəm. Sadəcə əlimizə gəlib çatmayıb. Düzdür, İbn Tavusa qədər gəlib çatır. Ondan sonra da müəyyən alimlər qeyd edirlər ki, onlara qədər gəlib çatıb, ondan sonra gəlib çatır. Yəni bu əlimizdən gedən kitablardır ki, həqiqətdə o ki Əllamə Məclisi deyirəm və bir başqa alimləri böyük bir pul ayırıblar, böyük bir məbləğ ayırıblar ki, bunu kim Şeyx Səduqun bu kitabını tapsa ona verəcəklər. Əslində bunlar elmin qədərini biliblər, dəyərini biliblər, ona görə veriblər. Məsələn, bir dənə misal olaraq düzdür, bu bəhsdən əlavə sadəcə söz çəkər babından. Mirzə Nuri rəhmətullah aleyh Müstədrəkül Vəsail Şiə əsərini yazan. Özünün onun cəlaləti haqqında məlumat əldə eləmək istəyirsinizsə, bir dənə Ağabozoq Tehranının Əz-Zəriyəsinə baxın. Əz-Zəriyədə Mirzə Nuri haqqında görün nələr yazır. Bu günləri bəzi cahillərin əlinə düşüb Mirzə Nuri belədir, Mirzə böyle bir dənə də kitabına görür ki, Fəsul Xitab yazıb. Halbuki onun Ağabozoq Tehranı özü təbii ki kitab yazmaqda, alim tanımaqda mütəxəssis adam olub. Əz-Zəriyə əsəri, yəni bu gün Şiədə demək olar tək-tük əsərlərdəndir. Həqiqətən təracüm haqqında sən bir dənə alimlərin kitabları haqqında məlumat əldə eləməksən, alim nə kitab yazır. Burada bu dəqiqə əlimizdə olan ən geniş kitablardan biri, bəlkə də birinci Əz-Zəriyədir. Həmin Əz-Zəriyədə deyir ki, ustadım haqqında, yəni məzmununu deyəndə, ustadım haqqında çox zülm eləyiblər. Və orada başlayır onun həyatı haqqında yazmağa, nə cür bir zöhdü olub bu adamın. Yəni zöhdünə baxsaq ki, orada nə cür zöhd sahibi olub, nə cür əxlaq sahibi olub və həyatı haqqında çox şey yazırlar. Bu bir gün səfərlərinin birində Kərbəlaya gedəndə görür ki, həmin zamanda kiminsə evində kitab zad olanda getirərdi, kitablar qoyardı satışa. Bu görür ki, biri kitab satır, gəlir, baxır, görür ki, həmən o usulü Ərbə'miyə ki var, 400 dənə əsli kitab ki var, səhabələrin kitabları olub və ondan həmin bu kitablar götürülür. Məsələn, Əl-Kafidir, Mən la yahzurul faqihdir, İstifsadır və yaxud da digərləridir. Bunlar ki, həmin ondan götürülür. Düzdür, həmin o kitabdan ya 16 ya 17 dənəsini görür ki, orada satılır. Üstündəki bütün pullar verir, görür ki, bütün pullar çatmır öz əbasına. O vaxtki əbada indiki kimi nazik, elə ucuz bir şey olmur. Biraz qalın və dəyərli bir şey olur. Düzü öz əbasını elə yolda satır və ona verir və həmin o kitabla onu getirir. Bu, bunların elmi olan həmin o ehtimamını göstərir. O ki, bir dənə indi daha sözü çəkib deyə, o ki, haqqında da Fəslul Xitab ki, Quranı təhrifinə etiqad olub, Ağabozoq Tehranı özü deyir ki, mənim ustadımdan özü nəql eləyir birbaşa Mirzə Nuridən ki, deyir ki, Mirzə Nurinin məqsədi olmayıb ki, Quran təhrifindən kitab yazsın. Sadəcə Mirzə Nuri sonradan deyir ki, ona ki, çoxlu hücum eləyirlər bu kitabın adı haqqında. Bəzilərində heç məlumatı yox idi o kitab haqqında. Nə yazıb orada, sadəcə hücum eləyirlər. Bu deyirdi ki, mən adında sadəcə geri bir dənə ədəm sözünü də qoyaydım. Ədəm sözünü qoymamışam. Fəsul Xitab fi Təhrif Kitab Rabbul Ərbab olmalıdır, belə bir adı olmalıdır. Ya biraz fərqli ola bilər adı, amma Fəsul Xitabın adı ilə məşhurdur. Həmin ki, o fi təhrif deyir, mən onda deməliydim fi ədəmi təhrif. Bunu onun tələbəsi siqə olan Ağabozoq Tehranı nəql edir və böyük alimə mühəqqiq günümüzdə həmin sahədə mühəqqiqlərdən olan Ayətullah Milani də elə bu sözə götürür və deyir ki, belə bir məqsəd olmuyor. Bu da indi ayrı bir bəhsdir, sadəcə söz çəkər oldu. Bu Şeyx Səduq rəhmətullah aleyhin həyat haqqında qısa bir məlumatdır. Təbii ki, bunlar, yəni bu şəxslərin həyatları öyrənilməlidir, çünki bunlar bizim irsimizdir. Amma bundan sonra keçirik Əl-Etiqadat əsərinə. Əl-Etiqadat əsəri Şeyx Səduq rəhmətullah aleyhin dediyi qiymətli əsərlərindən biridir, amma çox böyük də deyil, yəni həcm baxımından. Qısa olaraq etiqadatı bir növ bəyan edib və etiqadatı oxuyanda özünüz görəcəksiniz ki, bir çox yerdə, çünki indi axır zamanlar ki, bu Müəssisətül İmamül Hadi müəssisəsi bunu çap eləyib. Çox yaxşı da çap eləyib ki, bunun mətnini getirir və altında şərh olaraq hədisləri getirib, həmin dediyi sözün hədislərini. Və bunu bir-bir oxuyanda görəcəksiniz ki, hətta baxmayaraq ki, burada Şeyx Səduq hədis getirmir, çox nadir halda hədis getirib. Amma Şeyx Səduqun adabı buydu, qədim alimlərin adabı bundan ibarət idi ki, bir söz deyəndə hədislə deyirdilər.
ayrı sözün və onu sübut edir həmən bu əl-etiqadat əsəri. Görəcəksiniz bir-bir mətnini oxuyanda filan sözü bu cürlə təbirini getirməyib, əslində orada şərhində verəcək hədisi, görəcəksiniz hədisdə imam nə cür deyibsə bu da o cür nə deyib, başqa bir söz demir. Hədisdə imam nə deyibsə bu da onu deyib, başqa bir söz demir. Və Şeyx Saduq rəhmətullahi aleyhin yazdığı əl-etiqadat əsəridir. Amma əl-etiqadat əsəri bundan sonra, Şeyx Saduqdan sonra Şeyx Mufid yazıb Təshihul Etiqadat. Təshihul Etiqadatda Şeyx Mufid rəhmətullahi aleyh, çünki bunların biraz məktəbləri də fərqli idi. Şeyx Saduq rəhmətullahi aleyh o zamanın böyük alimlərindən idi. Və Şiənin öndə gedənlərindən idi və bu Təshihul Etiqadat əsəri təbii ki, yayılırdı. Əl-Etiqadat əsəri. Şeyx Mufid rəhmətullahi aleyh, Seyyid Murtaza və hətta Şeyx Tusi də bunlar yaşayıblar Bağdadda və xüsusən birinci Şeyx Mufid, ondan sonra çünki Seyyid Murtazadır və Şeyx Tusi də tələbələrdir. Hətta Şeyx Mufid rəhmətə gedəndən sonra Şeyx Tusi baxmayaraq ki, Şeyx Mufiddən dərs aldı və Seyyid Murtaza onun tələbə yoldaşı sayılırdı. Amma ondan sonra rəhbərlik keçir, mərcəiyyət keçir Seyyid Murtazaya və Şeyx Tusi ondan da dərs alır. Baxmayaraq ki, tələbə yoldaşı idi, amma ondan da görür ki, ehtiyacı var, ondan da dərs alır. Bu da həmçinin böyüklərimizin o ədəb və əxlaqını göstərir. Və bundan ki, həmən o Şeyx Mufid ki, Bağdadda yaşayırdı, Bağdadda bilirsiniz qarışıq yer idi və orada müxalif məzhəblər də vardı, sünni də vardı, mütəzilə də vardı, başqa məzhəblər də. Və ona görə müəyyən əsər yazanda bunun da öz təsiri var idi. Nə cür? Məsələn, Şeyx Tusinin bir dənə Ət-Tibyanına baxsaq, Ət-Tibyanı niyə elə yazıb? Ət-Tibyanı sırf ona görə Şeyx yazıb ki, əbabımız. Deməli, Ət-Tibyan əsərini baxsınız, görərsiniz ki, Ət-Tibyanında nə deyir? Deyir ki, Qutada belə deyir. Mücahid belə deyir. Mücahid nasibinin biridir mücahiddən. Niyə söz nəql edir? Ona görə nəql edir ki, bu ki, Bağdadda əhl-i sünnət çox idi və həmçinin Şeyx Tusi və digərlərinin də kitabları onların əlinə çatırdı. Bunlar əslində bunların sözü, bunlara görə söz kimin idi? İbn Abbasın idi, Mücahidin idi, Qutadənin idi, bunların idi. Ancaq bunlardan nəql edirlər, yəni təfsir olaraq bunların sözüdür. Şeyx Tusi rəhmətullahi aleyh gəlir, bunların adını bir-bir sayır. Bunlar sayır, bundan sonra deyir ki, və qalə Sadiq aleyhissalam. Bunun əslində nəyi göstərmək istəyir? Bunu ilə bunu göstərmək istəyir ki, birinci bu kitabı açsan, ancaq qalə Sadiq görsə, onu oxumayacaq. Deyir ki, bunları oxusun, bundan sonra görsün ki, bunlar nə deyib, İmam Sadiq aleyhissalam nə deyib. Qoy hidayət tapsınlar, ən azından gözləri imamın da sözünü görsün. Və bundan əlavə onlar dedilər sözdə ki, təfsiri yoxdur. Məsələn, Əl-Uddəni Uddə olmalıdır, yadında olan Uddə olmalıdır onun fiqh kitabında. Uddəni ona görə yazır ki, sırf buna görə yazır ki, deyir ki, çünki deyir, çoxlu sözlər vardır bizim haqqımızda, bizim məzhəb haqqında deyirlər, sözdə fiqh qayda yoxdur, elə heç nə söz. Yəni, nə fiqh qaydavuz var, nə fiqhimiz var. Deyir, sırf bu sözə cavab olaraq getirir, Uddə əsərini yazır. İstidlalla birbaşa getirir, həmin o əsəri yazır. Ki, baxın, görün neynə. Üzrsən, Uddə üsuldan olmalıdır. Mən bunların adında səs aldım. Ki, amma yəni fiqh əsərinin girişində həmən bu sözü yazır ki, bizdə də qaydalar var. Üsul fiqhin də yazılmasında əsas məqsədlərdən biri bu idi ki, bu iradlar bildirilirdi. Həmən bu irada da məsələn, bu zürnə kitablar yazırdılar. Bunlar ki, irad bildirir. Ona görə Şeyx Tusi rəhmətullahi aleyh də sırf hədislə kitab yazmayıb təfsirini. Mücahid Qutadənin sözünü də getirib və bundan sonra imamın da sözünü getirib. Bunlar görsün, bizdə də təfsir var. Şeyx Mufid rəhmətullahi aleyh də Təshihul Etiqadatda müəyyən yerlərdə ki, həmin o yerləri müəyyən, hər yazdığını getirməyəcəm, özünü müraciət eləyərsən, amma müəyyən yerlərdə getirəcəm ki, Şeyx Mufid rəhmətullahi aleyh özü nə deyir bu barədə. Şeyx Mufid rəhmətullahi aleyh də müəyyən yerlərdə gələcək, adına baxın, Təshihul Etiqadat, yəni əl-etiqadat düzləşdirmə. Hansı yerlərdə ki, neçə cürdür? Bəzi yerlərdə elə sakit dayanacaq da, yəni Şeyx Saduq nə deyib, bu da ona razıdır. Bəzi yerlərdə əslində bu da Şeyx Saduqla eyni sözü deyir. Eyni sözü deyil. Sadəcə bu biraz izah eləyir. Bəzi yerlərdə zahirən elə bilir ki, məsəl üçün Şeyx Mufid rəhmətullahi aleyh elə başa düşüb ki, Şeyx Saduq başqa bir söz deyib. Bu getirir ki, başqa söz deyir, amma əslində baxanda gözləyirsiniz ikisi eyni sözdür. Sadəcə biri bu tərəfindən danışır, biri o biri tərəfindən. Amma bəzi yerlər olacaq ki, yox. Şeyx Saduqun sözünü qəbul eləməyəcək Şeyx Mufid. İradlar bildirəcək. Amma bu da bir fayda olaraq yadınızda qalsın ki, bu demək deyil ki, hər iradə eləyənin iradı düzgündür.
bizdə nə Şeyx Saduq rəhmətullahi aleyh məsumdur, nə Şeyx Müfid rəhmətullahi aleyh. Baxmayaraq ki, ikisi də ən böyük. İmam Zaman ağa bunun dünya gəlməsi üçün dua edirsə, o bursu üçün ümumiyyətlə neyir və həm məktub yazır ona və deyir, əxi olaraq müraciət ey mənim qardaşım və o öləndən sonra bir dənə onun üçün qəbrinin üzərində bir şeiri var, hindiyə qədər də yazıblar qəbrinin üzərində ki, bu imama nisbət verilir həmən bu şeir ki, İmam Zaman ağa orada bir şeir yazır qəbrin üstündə. Bu da Şeyx Müfid haqqında və Şeyx Müfid rəhmətullahi aleyh də o deməkdir, hər iradə ilə, bəzi iradə elədikləri yerlər düzgün olacaq. Amma bəzi yerlərində oxuyanda görəcəksiniz ki, yox. Ola bilər ki, Şeyx Müfid rəhmətullahi aleyh deyəcək ki, sən dediyin söz düz deyil. Və buna görə də və alimlərimiz də əslində, məsələn, Əllamə Məclisindən getirsən, Əllamə Məclisi bəzi yerlərdə Şeyx Saduqun, baxmayaq ki, Şeyx Müfid irad bildirib, amma deyib ki, yox, Şeyx Müfidin iradı düzgün deyil və Şeyx Saduq rəhmətullahi aleyhin elə sözü düzdür. Məsələn, bunun üçün baxsınız, həmən bu müqəddimədə baxsınız, müəyyən yerlərə həmin bir zikr eləyib ki, hansı yerlərdə. Və ondan sonra Seyyid Neymətullah Cəzairi rəhmətullahi aleyh də müəyyən yerlərdə Şeyx Müfid rəhmətullahi aleyhin sözünü qəbul eləməyib, Şeyx Saduqun elə sözünü qəbul eləyib. Baxmayaq ki, bunlardan sonra da, yəni bu onu göstərir ki, o demək deyil ki, hər kim müəyyən tələbələrdə bu cürünə fikir var ki, deyir filan kesin nəzərinə, filan kes cavab verib. Cavab verib, o demək deyil ki, cavab elə düz olmalıdır. Hələ nə deyibsə cavab o da düzdür. Xeyr, gərək o cavabın özü araşdırırlar ki, bu ola bilər ki, bu adamın sözünü başa düşməyib. Səhv başa düşüb ona cavab verib. Düzdür? Və yaxud da ola bilər ki, bunların lap əsaslı fikirləri ayrı olsun. Məsələn, müəyyən şeylər bunlarda fərqli olsun. Və bunların məsəl üçün dediyim kimi, ümumiyyətlə bəzi yerlərdə görəcəksiniz ki, Seyyid Neymətullah Cəzairi rəhmətullahi aleyh də bu cürünə. Və yaxud da Şeyx Safi Qulpeyqani müasirlərdən. Məsələn, biri deyək ki, Əllamə Məclisi rəhmətullahi aleyh əxbarıdır və Neymətullah Cəzairi əxbarıdır. Halbuki onlar əxbarı olmayıblar. Yəni, bizim hələ sözümüz odur ki, nə Əllamə Məclisi əxbarı olub, onun da müəyyən yerlərdə üsulü qaydanı qəbul elədiyi var və həmçinin o əxbarı ki, sırf dili, astırabadı, cərayın, o tamiz fərqli olub bunlardan. Amma müasir mərcə təqlidlərdən olan Safi Qulpeyqani. Məsələn, Safi Qulpeyqani müəyyən yerlər var ki, məsələn, Şeyx Saduq rəhmətullahi aleyhin sözünü qəbul elədiyi yerlər. Şeyx Saduq rəhmətullahi aleyhin sözünü qəbul elədiyi yerlərdən, məsələn, bəziləri var, 1, 2, məsələn, və 6 dənə yer sayır, 7 dənə yer. 7 dənə yer sayır ki, bu 7 dənədə baxmayaraq ki, Şeyx Müfid rəhmətullahi aleyh etiraz eləyib Şeyx Saduqa, düzdür, amma Şeyx Safi Qulpeyqani sonradan gəldi ki, yox, Şeyx Müfidin öz sözü işqallıdır, Şeyx Saduq elə nə deyib, o düzdür. Bəzi yerlərdə gəlib təliq vurub, amma bəzi yerlərdə də, demirim, məsələn, bəzi 4 dənə yer var ki, həmin o 4 dənə yerdə Şeyx olar da bu Müfidin. Yox, onu biz oxumayacaq. Sadəcə müqəddiməsində müəyyən yerləri deyil, müqəddiməsində var. Bəli, 4 dənə yerdə, məsələn, Şeyx Müfidin dəstəkləyib. Şeyx Müfidin nəzərini qəbul edib, yox, doğrudan da Şeyx Müfidin iradə düzdür və o qəbul olunmalıdır. Və məsələn, 3 dənə yox, təqribən 16 dənə yer getirir. 16 dənə yeri getiriləcək ki, 16 dənə yerdə əslində Şeyx Müfidlə Şeyx Saduqun dediyi eyni sözdür. Sadəcə, yəni, Şeyx Müfid biraz artıq izah verib, yəni müəyyən hissəsinə baxın, başqa bir tərəfinə baxın. Bunlar da bir-bir inşallah oxuyacaq və onları görəcəksiniz. Və həmçinin Şeyx Cəfər Subhani rəhmətullahi aleyh Mucam Təbəqat-ı Mütəkəllimin müqəddiməsində məsələn müəyyən yerlərdə elə Şeyx Saduqun sözünü qəbul edib, müəyyən yerlərdə Şeyx Müfidin. Yəni bunu ona görə gətirəm ki, hər yanda ki Şeyx Müfidin sözünü gətirdiyi, o demək deyil ki, Şeyx Müfidin gətirdiyi sözlər hamısı düzdür və onu qəbul eləməliyik. Bu kitabın müqəddiməsi idi. Yəni müqəddimə olaraq həm həyatı haqqında qısa və həm də müqəddimə. İnşallah bundan sonra başlayacaq Əl-Etiqadat əsərinin özünə və oradan da inşallah nə qədər bacardıqsa o qədər davam eləməyə çalışacağıq. İnşallah bəxtimiz qalsın. Sallallahu aleyhi və səlləm.